Zeyd ibn Haritha radiyallahu anhu قال رسول الله صلى الله عليه وسلم أتاني جبريل في أول ما أوحي إلي فعلمني الوضوء والصلاة فلما فرغ الوضوء أخذ غرفة من الماء فنضح بها فرجه. Zeyd ibn Haritha radiyallahu anhudan rivayet olunur ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Cəbrail vəhyin ilk vaxtlarında yanıma gəldi və mənə dəstəmazla namazı öyrətdi. Və dəstəmazı bitirdikdən sonra bir ovuc su götürdü və o bir ovuc suyla övrət yerimə sıçradı, tökdü üstünə. Və bu hədisdə olan mühüm faydalardan odur ki, şək yoxdur ki, Cəbrail Allah Resulü sallallahu aleyhi ve sellemə vəhiy endirirdi və namazı da, dəstəmazı da birbaşa vəhiy ilə öyrətmişdir. Və burada ehtimallar var ki, namazın bilirik ki, Allah Subhanahu wa Taala İsra Mirac gecəsində fərz etmişdir. Və burada ehtimallar odur ki, ilk vaxtlarda namaz var idi, hansı ki fərz deyil idi. Yəni fərz olmamışdı namaz. İkinci ehtimal odur ki, təkcə bir namaz vacib idi. Allah Resulü sallallahu aleyhi ve sellem ümmətinə vacib deyil idi. Və ixtilaflar çoxdur bu ehtimallarda. Əsas onu bilirik ki, bu İsra Mirac gecəsində artıq Allah Subhanahu Taala təfsilatla namaz qılmağı əmr etmişdi. Yəni 5 namazın, onun keyfiyyəti, onun şərtləri və hər bir şeylə 5 namazın vacibliyini Allah Subhanahu əmr etmişdi. Və burada dəstəmazda olan mühüm məsələ hansı məsələdir? Allah Resulü sallallahu aleyhi və səlləm dəstəmaz aldıqdan sonra Cəbrail ona öyrədir ki, nədir? Suyu sıçratmaq üzəvrət yerinə. Və Muhammed bin İsmail Əs-Sən'ani rahimehullah öz Cəm-i Səğir kitabında şərhində qeyd edir ki, bu məsələni fəqihlər demək olar ki, qeyd eləmirlər ki, övrət yerinə su tökmək ki, nəyin qarşısını almaq? Vəsvəsənin qarşısını almaq. Vəsvəsənin qarşısını almaq. Yəni insanın dəstəmaz aldıqdan sonra sanki övrət yerinə nəsə gəlir. Və bu su tökməklə vəsvəsənin qarşısını alması üçün Allah Resulü sallallahu aleyhi və səlləm bunu etmişdir. Buna görə çox adam yeni namaz qılanlar və başqa görürsün ki, illərlə namaz qılanlar var ki, namaz əsnasında, ya dəstəmaz bitirdikdən sonra sanki övrət yerinə nəsə gəlir. Və bunu nədir? O vəsvəsədə, şeytanın olan vəsvəsədə şək yoxdur ki, bu sünnəni əməl etsə, yəni dəstəmaz almamışdan öncə övrət yerinə su tökür, sıçradadır, necə ki Allah Resulü sallallahu əleyhi və səlləm etmişdir. Və sonra isə nədir? İki halda ən yaxşı bilir. Dəstəmaz aldıqdan sonra, dəstəmaz alandan sonra övrət yerinə su tökməkdir. Bu halda artıq ona gələn vəsvəsələrin qarşısını almış olur və eyni zamanda da artıq onun üçün rahatlıq baş vermiş olur.